Salam aleyküm, hardayam, ökməli, qob yolundayam. Bir dənə şəxsi tikili evimdə çıxıb, Kupçalı, 40.500 manata, bəli, 40.500 verirsən, bir dənə sənə 100 kvadratlı Kupçalı ev verirəm. Şəxsi özünə tikdiyi həyət bazası geniş, darısı 3-4 maşın daxil olur. Burada qəşəng bir dənə balkon var, panoraması çox gözəldir. Həqiqətən panoraması adamın özünə də xoş gəlir. Burada oturub bir dənə çay içirsən, panoraması nə edesin də, yəni, normaldır. Yəni, qiymətinə görə normaldır. Sənətinə görə, qiymətinə görə panoramaya var. Yəni, yoldan belə çox güclü arası yoxdur ya. 156-ın yoluna da yaxındır. Bax, panoramaya bax. Xırdalanın, Kristalın binalarıdır. Baykal gölüdür. Hamısı var. Buradan gəldi. Bir dənə burada qəşəng hamam sanuzeldir. Bax, təmirlidir. Tam təmirli. Aksesuarlar qoyulub. Tam təmir, hamam sanuzel təmirli. Mətbəxli qəşəng. Həqiqətən mətbəxli. Evdən xoşum gələn mətbəxli olur. 2 pəncərəsi var. Biri sonra baxır, biri də öz həyətinə baxır, balkona baxır yəni. 2 pəncərəsi, pəncərələrin raşıtqaları da var. Qoşa, daşdır. Yəni özü bilərdi, 60.000 deyir qoymuşam. Bilmirəm nəyə qoyur, amma ki 60.000 deyir qoymuşam. 40.500-ə verir. Burada bir dənə böyük zaldır. Zalın bir dənə böyük pəncərəsi, spot işıqlar yuxarılarda açılıb yeri. Xırdapara biraz əl gəzdirmək lazımdır. Burada bir dənə disko otaqdır. Bunun da pəncərəsi var. Görüb burada da pəncərənin raşıtqaları, kombi xəttləri atılıb bütün otaqlara. Yəni alıb bir 1500, 2000 xərc qoymaq lazımdır. Bir dənə də burada yataq otağıdır. Qapılardır, bir də aboydur. Yəni əlaqə saxlayın. Yəni bu qiymətə görə gözəl variantdır. Sənətinə də görə vallahi yaxşıdır. Sənət də Kupçadır. Həyət baca geniş, Qurqaboy qoşadaş, özünə tikdiyi ev. Nə verərlər, heç nə. Əlaqə saxlayın, yoluna qoyağım. Sağ olun.